kim kömək eləyir? Sevinç Çılğın, bəlkə də tanıyarsınız, çox tanınmış bir xanımdır. Xüsusilə sosial şəbəkələrdə son bir neçə həftə ərzində daha da deməli onun belə də followerlərinin sayı çoxalıb. Niyə? Bu xanım vaxtı ilə kök olub və birdən-birə arıqlayıb və yaxşı arıqlayıb. Və biz də əlbəttə bu mövzunu kənardan qoya bilməzdik. Odur ki, biz indi sevinclə sizə müsahibəni təqdim edəcəyik və əziz və hörmətli xanımlar, mənə elə gəlir ki, biraz qulaq asmağa dəyər. Elə özüm də sizinlə birlikdə oturacam və baxacam. Bəzi məqamlar var, onları mütləq diqqətlə qulaq asmaq lazımdır. Yəqin dünyada az sayda dolu bədənli kök xanım tapılar ki, arıqlamağı arzulamasın və həyatında bir dəfə də olsun buna cəhd göstərməsin. Çünki çoxları üçün gözəl görünməyin ilk şərti incə və zərif olmaqdır. Ancaq təəssüf ki, heç də hamımız buna nail ola bilmirik. Nəfsini saxlayıb illərdir vərdiş etdiyin yemək qaydalarını dəyişmək elə də asan deyil. Əgər siz də bu çətinliklə qarşı-qarşıya qalmısınızsa, gözünüz bizdə olsun. Sujetimiz sizə stimul verəcək. Qəhrəmanım Sevinç xanım çılğın imzası ilə oxuculara yaxşı tanışdı. Lakin şairə bu günlərdə daha çox tez bir zamanda arıqlaması ilə gündəmdədir. Onun kökəlmə hekayəsi də əslində çoxlarımıza tanış olan senaridir. Uşaqlıqda mənim anamın arzusu, ən böyük arzusu o idi ki, mən kökəlim. Həmişə deyirdi ki, qızım nə vaxt kökələcək, mən ona belə tapmış qızım olacaq, oynadacaq filan. Məncə, mən boğaz əməliyyatından sonra kökəlmişəm. Çünki universitet illərində də elə kök deyildim, arıq, zərif qız idim. Boğaz əməliyyatından sonra, burun əməliyyatından sonra anginalar filan məndə kökəlmə başladı. Toyumda bundan çox kökəm, 7-8 kilo kökəm bundan. Ailə qurdum, qızım olandan sonra kökəldim. Uzun müddət köklükdən qurtula bilmirdim. Düzün sözü belə cürbəcür diyetalar eləyib filan, ola eləmirdim. Ancaq az yeməklə filanla ümid eləyirdim ki, bu kilo çəkiləcək də. Çünki deyirlər ki, hamiləlikdə gələn kilolar sonra öz-özünə də gedə bilər. Amma getmirdim. Deyirlər, arıqlamağa qərar vermək buna nail olmaqdan daha çətindir. Müsahibim deyir, ona bu stimulu heç tanımadığı yaşlı bir qadın verib. Mən artıq görüş təyin elədim diyetoloqla. Məcbur idim o görüşə getməyə. Çünki artıq söz vermişim, sabah gəlirəm, adamın vaxtını almışam. Yolda gedirəm, avtobusdayam. Bəlkə də gedib gələcəkdim, onun yazdıqlarını eləməyəcəkdim. Dözümüm, iradəm çatmayacaqdı. Amma avtobusda bir məqam yaşandı. Mən ayaq üstə dayanmışdım, bir qadın əyləşmişdi, yaşlı qadın idi. Durdu mənə yer verməyə ki, siz hamiləsiniz, əyləşin. Bu söz elə bil ki, mən həyatımda ən ağır söyüşdü, ən ağır təhqirdi. Nə yaxşı ki, mən oradan birbaşa diyetoloqa gedirdim də, artıq ümid yeri var idi. Getdim, çəkdirdim özümü, artıq 76 kilo idim. Mənə lazımdır, yəni boyuma görə 60 kilo olmaq. Və əsas məsələ, Sevinç necə arıqlayıb, nə yiyib, nə içib ki, 85 kilodan 60-a düşüb. Ardınca Salam Azərbaycanda. Bəli dostlar, biləcəksiniz, unikal bir üsuldur.